وقل رب زدني علما. Deməli, qardaş soruşur ki, insan təfsir oxuyub necə özü başa düşsün və yaxud da kitabları oxuyub, hədisləri oxuyub necə özü başa düşsün? Birincisi, yəni təfsiri oxumaq necə olar? Misal üçün, muxtasar təfsir var və yaxud da, belə deyək də, bizim dilimizdə tərcümə olsun. Tərcümə özü təfsirdir. Tərcümə özü, Quran-ı Kərimi tərcümə etmək mümkün deyil. Bəzi insanlar tərcümə oxuyur. Baxırsan ki, tərcümə ilə dinə hökm edir. Nə başa düşdü onu? Tərcümə ilə. Baxırsan ki, tərcümə özü təfsirdir. Çünki təfsirə getmədən tərcümə etmək Quranın mümkün deyil. Mümkün deyil. Yəni, Quranı, yəni bir neçə təfsiri hətta öyrənmədən tərcümə etmək mümkün deyil. Ona görə Quranın alimlər nə deyir? Quranın tərcüməsi mümkün deyil. Yəni, necə tərcümə edəcəksən? Çünki bir ayədə o qədər mənalar var ki, o qədər qaydalar var ki, hara sıxışdırasan, hara yerləşdirəsən. Yəni, bunu yalnız ərəb dilini bilənlər bilər. Özü yaxşı, kamil bilən bilər bunu. Ərəb dilini bilən, kamil bilən, yaxşı bilən. Kamil, yəni tam kamil, Sibaveh kimi, Əxfəş kimi, Farra kimi, onlar kimi yox. Yəni, sadəcə ərəb dilinin bəyanından, bədisindən, bələğasından, nəhvindən, sarfından xəbərdar olan insan yəni bunu bilir. Yəni, o da çoxsu da necə? Bəzən görürsən ki, insan nə qədər xəbəri olsa da görmür. Baxırsan, alimlər onu çıxarandan sonra Subhanallah istinbat edir. Ona görə alimlər həqiqətən, alimlərin yolu var. Onu izləmək lazımdır. Yəni, Quran-ı Kərimdə nə qədər ayələr var. Allah Azze ve Celle fəsəlu əhlə zikrin kuntum la ta'lamun. Bilmədiyinizi bilənlərdən soruşun. Bax, digər bir ayədə nə deyir? Deyir ki, deyir Allah Azze ve Celle وَمَنْ يُشَاقِّ الرَّسُولَ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَى وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ الْمُؤْمِنِينَ نُوَلِّهِ مَا تَوَلَّى وَنُصْلِهِ جَهَنَّمَ وَسَاءَتْ مَصِيرًا. Kim Allah Rasulunun yolundan üz döndərib, möminlərdən başqasının yoluna gedərsə. Həmin vaxtı möminlər kimlər idi? Sahabələr idi. Yəni, sahabələrdən başqasının yoluna gedərsə, onu getdiyi yola yönəldərək və cəhənnəmə varid edərək. Bax, nə deyik? Getdiyi yola tərk edərəkdir Allah Azze ve Celle. Allah qorusun. Getdiyi yol, deyərik, çıx get. Bu sənin yolundur. Tərk edərik onu. Sonra cəhənnəmə salarıq. Deməli, sahabələrin Qur'ana təfsirini bilmək üçün sahabələrin əsərləri olan kitablar var. Sənədlə nəql olunub. Hansılar? Hansılar? İbn Əbi Şeybənin Musannəfləri. Həmçinin Abdurrazaqın. Abdurazaq Sənə'nin. Bu kitablar nə üçün yazılıb? Sahabələrin əsərlərini qorumaq üçün. Və orada sahabələrin təfsirləri var. Yəni, təfsir elmi, necə ki, Şeyxülislam İbn Teymiyyə Rahimullah Müqəddimət təfsirdə deyir ki, təfsir elmi ya vəhidir. Yəni, vəhi ilə vəhiyi təfsir etməkdir. Bu da Allah Rasulü sallallahu aleyhi ve sellemin sözü ilə təfsir etməkdir. Ya da birinci Allahın kəlamını Allahın sözü ilə təfsir etməkdir. Bu təfsiri də bəzən kim edib? Allah Rasulü sallallahu aleyhi ve sellem vəhi ilə edib. Yəni, necə ki, zülmə Ən'am surəsi 82-ci ayəni Loğman Aleyhisselam ayəsi ilə nə edir? Zülmlə, böyük şirklə təfsir verir. Yəni, məsələ mərufdur, bilirsiniz yəni. Ona görə qısa danışıram. Və həmçinin Allah Rasulü sallallahu aleyhi ve sellem öz sözləri ilə, hədislə təfsir edib nə qədər ayətlər var. Yəni, və həmçinin Allah Rasulü sallallahu aleyhi ve sellem nə ilə? Əməllə təfsir edib. Misal üçün, Allah Azze ve Celle nə deyir Quranda? وَلِلَّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنْ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا. Bu, yəni, ayədir. Yəni, Allah Subhanahu Taala'nın Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Deyir ki, خُذُوا عَنِّي مَنَاسِكَكُمْ. Deyir ki, məndən həc ayinlərini götürün. Və Allah Rasulü sallallahu aleyhi ve sellem öz əməli ilə izah edib. Və həmçinin digər hökmlər olsun, oruc. Oruc ayələri demək olar mücməl Quran-ı Kərimdə, yəni izah olunub demək olar hər şey. Yəni Quran-ı Kərimdə. Bəzi məsələlər var ki, sünnədə gəlir. Amma namazı tam mücməldir. Ona görə deyib, sallu kəmə rəaytumuni usalli. Allah Azze ve Celle namaz qıl və Peyğəmbər sallallahu aleyhi ve sellem öyrədib ki,
məni necə namaz qılan görsə elə namaz qılın. Deməli, təfsir elmi genişdir. Və həmçinin təfsir elmi üçüncü nədir? Sahabələrin təfsirləridir. Yəni, həmçinin dördüncü təfsir elmi ərəb dili yəni. Və ərəb dili məsələsinə bax, yəni orada incə məqam var. Yəni, diqqət olunması yer var. Hansıdır o? Bir var ərəb dili, hansı ki, Quran-ı Kərimin mənası budur. Qısa mənası ayələrin başa düşmə, ayənin mücərrəd olaraq başa düşmə. O da hansı ki, onu sahabə təfsir edib. Yəni, o ərəb dilinin mənalarını sahabə verir. Bir də var ki, ərəb dilindən istinbatlar. Onlar hansı ki, alimlər nə ediblər orada? İctihad ediblər. İctihadla, istinbatla çıxarlar. Bu qapı açıqdır. İstinbat qapısı açıqdır. Baxırsan ki, 1400 ildə alimlər fəhm edir, çıxarır, istinbat edir Quran-ı Kərimdən. Amma artıq təfsir olaraq, Quranın təfsir olaraq sahabə təfsir edib artıq. Yəni, bu ayədə məqsəd nədir? Qəsd nədir? Amma bu ayədən hansı hökm çıxır, hansı fayda çıxır, hansı elm çıxır? Yəni, bunları artıq alimlər öz kitablarında, təfsir kitablarında izah edirlər. Yəni, elə bir iki təfsir kitabı yoxdur, eyni şeyləri danışsın. Ola bilər, bəzi təfsirçilər bəzilərindən nəsə götürsünlər. Misal üçün, İbn Atiyyə böyük təfsirçi olub. Yəni, Təbəridən çox şey götürüb. Və həmçinin İbn Kəsir Təbəridən çox şey götürüb. Və həmçinin müasirlərdə Təhrir Tənvir var, İbn Aşur. O, Qurtubidən çox şey nəql edib. Bəzən təfsirləri oxuyursan, görürsən ki, İbn Aşur çox nəql edib Qurtubidən. Qurtubidən çox nəql edib. Lakin elə istinbatlar var ki, sən onu nə Qurtubidə tapmazsan, nə İbn Atiyyə, nə İbn Cüzeydə tapmazsan, nə Bəğavidə tapmazsan, nə digər hətta Əsbəb-ı Nuzulda, Vahididə və digərlərində, İstiabdə və başqalarında. Ona görə təfsir elmi genişdir. Yəni, Şeyxülislam İbn Teymiyyə Rahimullah bir ayənin təfsiri barəsində 40 dənə təfsirə baxırdı və sonra yenə də arxayın olmurdu ki, bilirəm. Gedirdi, elə bilirdi ki, qaranlıq qalıb və gedirdi tərk olunmuş məscidlərə, üzünü yerə qoyurdu, səcdə edib, deyirdi ki, Allahumma ya muallimə İbrahimə, Adəmə və İbrahim allimni, ya müfəhimə Süleymanə fəhimni. Allahumma ya ey Adəmi, İbrahimi öyrədən Rəbbim mənə də öyrət. Ey Süleymanı fəhimləndirən Rəbbim mənə də fəhimləndir. Və belə dua edərdi. Ya bu Şeyxülislam İbn Teymiyyə idi. Rahimehullah. Ona görə bax, yəni misal, qısa misal nədir? Elhamdülillah Rabbil Alemin. Və asan misal. Elhamdülillah Rabbil Alemin ayəsi üçün bir kitab yazmaq olar. Həmd nədir? Həmdin mənaları, nəyə görə həmd olunur insan? Həmd, nəyə görə o əlifləmlə gəldi burada? Əlifləmin özünün növləri, mənaları, hansı mənalar verir? Əlifləm Quran-ı Kərimdə. Bu mövzudur, başa düşdün. Yazsan, bir dənə kitab çıxacaq. Elhamdülillah Rabbil Alemin. Aydın mı? Həmd nə deməkdir? Həmd nədir? Səna nədir? Fərqləri nədir? Niyə həmd olunur insan? Niyə həmd olunur Allah? Allahın həmdi ilə insanın həmdi arası fərqlər nədir? Nə qədər fərqlər var. İnsanın həmdi müqəyyətdir, Allahın həmdi mutlaqdır. İnsanın həmdi kamil deyil, Allahın həmdi kamildir. İnsanın həmdi Allahdan asılıdır, Allahın həmdi heç kimdən asılı deyil. Digər fərqlər çoxdur, yəni. Bu mövzular hərəsi bir mövzudur. Yəni, insan necə başa düşər? Deyər ki, mən Elhamdülillah Rabbil Alemin tam başa düşmüşəm. Və yaxud da insan oxusun, özündən rəy versin. Adi bax, bir misal var Quran-ı Kərimdə Allah Azze və Cəllə buyurur ki, deyir ki, Musa'nın əyanları deyir ki, üzr istəyirəm, Fironun əyanları deyir ki, Musa, ey Firon, səni və sənin ilahlarını tərk etmək istəyir. Öyle baxanda işgəldir də məsələ. Yəni, Fironun ilahı olmayıb bax. Mə alimtu lakum min ilahin qeyri. Mən sizə özümdən başqa bir ilah tanımıram. Qal ənə rabbukumul a'la. Deyir ki, mən sizin uca Rəbbinizəm. Düzdürmü? Amma bu ayədə nə deyir? Deyir, səni və sənin ilahlarını tərk etmək istəyir. Belə zahirdə ziddiyyət ola bilər, amma əlihə ya'ləhu abədə ya'bədu sözündəndir. Yəni, hətta ərəb dilini mükəmməl biləndə artıq bu məsələ səndən aradan qalxır. İşgəl çözülür. Yəni, necə? Yəni, abədə ya'bədu, yəni, və yəzərəkə və ibadətək. Və sənin ibadətini tərk etmək istəyir. Çünki hamısı Firona ibadət edirdi.
Hətta hədisdə belə yəni Əsiyənin əlindən radiyallahu anhın daraq düşəndə götürəndə bismillah deyir. Deyirsən kimin adı ilə bismillah deyirsən? Fironun qızı deyir. Deyir ki, məni, səni və sənin atanı hamını yaradan Allahın adı. Deyirsən, mənim atamdan başqa ilaha ibadət edirsən, deyir. Və xəbər verir, onu nə edirlər? Diri-diri qazana atırlar. Qaynar qazana. Və hətta o qaynar qazana atılan nə edir? Gülür. Və Firon nə deyir? Deyir ki, bax, deyir, bu yəni dəlidir, deyir. Ona görə bu gülür. Halbuki Allah Azze ve Celle onu nə eləmişdi? Ona cənnətdə olan yerini göstərmişdi, məqamını göstərmişdi. Və ona görə yəni subhanallah, Allah Azze ve Celle o qadını ucaldıb Quran-ı Kərimdə. Hansı surədə? Təhrim surəsində onun üçün ayə nazil edib. Allah Azze ve Celle. Yəni bax, çoxlu misallar demək olar. Quran-ı Kərimin təfsirsiz başa düşmək olmaz. Mümkün deyil. Mütləq qayıtmaz. Sahabələr işgal edəndə qayıdırdılar Allah Resulü sallallahu aleyhi ve sellem. Onlar əhl-ül lüğaydılar. Lüğət əhlidirlər. Və çoxlu misallar çoxdur. Yəni danışsaq mövzu uzanar. Ona görə yəni Allah Azze ve Celle deyir: "Fəsəlu əhlə zikri in kuntum la ta'lemun." Bilmədiyinizi zikr əhlindən, elm əhlindən soruşun. Bəziləri deyir ki, mən zikr edirəm, zikr əhliyəm deyir. Allah akbar. Baxırsan, nə bir elm bilir. Yəni Allahın kitabını heç nə edənlər də onlar. Yəni öz zənlərində Allahın. Ona görə hədisdə gəlib, Abu Davudun rəvayətidir, biraz hədisdə zəiflik var. Deyir ki, mən qalə bil-Qur'ani bi-ra'yihi, deyir ki, fəliyyətəbəvva məqa'adahu minən-nar. Deyir ki, kim Qur'anla, öz rəyi ilə hökm edərsə, öz cəhənnəmdə öz yerini hazırlasın. Ona görə Şeyxülislam İbn Teymiyyə rahimehullah deyir ki, deyir, kim Qur'andan öz rəyi ilə hökm verib, öz rəyi ilə hökm edib, öz rəyi ilə rəy verib, doğru desə günah qazanır. Doğru desə günah qazanır. Amma alimlər hökm edib, səhv edəndə savab qazanırlar. Niyə? Çünki alim Allahın elmi ilə, bu elmin yolları ilə istinbat edir. Amma alimdən başqası, ammi, sıravi insan öz ağlı ilə, öz havası ilə. Yəni, fərq budur buna görə. Yəni, sən də alim kimi illərini elmə sərf et, sən də o fəhmi, o yolu, o istinbatı öyrən, sən də o istinbatla danış, onda sənə də əcr olsun, alimə əcr olan kimi. Yəni, o qapı açıq tam üçün. Alimlik qapısı bağlı deyil, alimlik qapısı açıqdır. Hər kəs alim ola bilər. Yəni, amma alim olmamışdan qabaq, yəni istinbatı bilməmişdən qabaq rəy vermək, hökm çıxarmaq, insan öz rəyini demək. Birdən sual verirsə, yəni bu nədir? Günahdır, öz rəyini. Birdən sual verirsək və siz niyə danışırsınız? Birincisi, biz alimlərin dediyindən kənara çıxmırıq. Biz özümüzdən istinbat etmirik. Yəni, biz çıxıb, baxıyorsunuz, hər dəfə alimlərin kitablarını oxuyuruq. O alimlərin kitabları nəyin üzərindədir? Quran və sünnə, istinbat, səhih istinbatın üzərində, sahabə tabiin, ətba'at tabiinin ən xeyirli 3 nəslin yolu üzərindədir. Hansı ki, Allah Resulü sallallahu aleyhi ve sellem hədisdə, səhih hədisdə muttəfəq ali, ümmət qəbul edən səhih hədisdir ki, ən xeyirli insanlar bizim vaxtımızda olanlar, sonra onlardan sonra gələnlər, sonra onlardan sonra gələnlərdir. Biz onların yolu ilə gedirik. Və onlar yəni dində bidət etmək, dini xurafatlar etmək, yəni bu müsəlmana yaraşmaz. Aydın mı? Amma həmçinin hədis də, hədis oxuyub hökm vermək. Çünki hədislər, bir hədis var, başqa hədis zahirdə nə olacaq? Müxalif olacaq. Ona görə onları cəm etməyin, onları tərcih etməyin, onlarda yəni nədir olan? Bəli, yəni onları yəni nəsx mənsux etməyin yolları var. Bu yolları insan bilmədən necə hökm edə bilər? Çünki misal üçün Allah Resulü sallallahu aleyhi ve sellem bir yerdə üzü qibləyə tərəf bol etməyə qadağan edib, amma digər yerdə özünün elə etdiyi rəvayət olunub. Yəni insan bilməsə zahirən deyəcək, bu hədislər nədir? Ziddiyyətlidir. Necə ki o şey Quranda da var. Elə deyilmi? O yolu cəm etmə yolunu bilməsə Quranda da ziddiyyətə düşəcək insan. Ona görə alimlər o yolları qoyublar ki, nə olsun? O ziddiyyət aradan qalxsın. Ona görə insan bir şey işgal olanda mütləq qayıtmalıdır, soruşmalıdır. Yəni bu, yəni elm əhlinin, sahabələrin, tabinlərin, hətta peyğəmbərlərin yoludur. Yəni axır olaraq onu deyim ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bir şey bilməyəndə Cəbrail əleyhissalamdan soruşurdu. Deyir Cəbrail, bu məsələ necədir? Hətta Cəbrail əleyhissalam belə bilmir, Allah azze ve celle'dən soruşur. Deyir Rəbbim, insanlar bu şey haqqında fətva istəyirlər. Bax Allah Qur'an'a deyir, yestəftunəkə fin-nisə. Səndən qadınlar haqqında fətva istəyirlər. Onlara bunu de.
Qulillahu yuftikum fihinna. De ki, Allah onlar haqqında fətvanı verəcək. Subhanallah. Yoxsa Allah Rasul vermir, dayanır. Hətta nə qədər hədislər var. Sahabə gəlib, ya Rasul, bu məsələ necə olacaq? Və görür ki, bir müddət Allah Rasul danışmır heç nə. Susub. Və sonra gördük ki, onu rahta basır. Rahta nədir? Şiddətli tər. Sanki sahabələrdir ki, görünmürdü, amma sanki onun başının üstündə kimsə su tökürdü. O şəkildə tərləyirdi yəni. Yəni nə? Vəhiy gəlirdi. Vəhiy gəlirdi, vəhiy ilə cavab verirdi. Və bu yalnız Allah Rasul sallallahu aleyhi ve sellem'də olub. Aydın məsələ. Allah bir razı olsun. Subhaneke Allahumma hamdik. Eşhedü en la ilahe illa ente. Estağfiruke ve etûbü ileyk.